Axşamınız xeyir bir daha. Bizi hardan izləyirlər? Azərbaycanın hansı bölgəsindən, dünyanın hansı yerindən, qərib ölkələrdən də bizi izləyirlər. Var olsunlar. Vaxtlarını ayırırlar. Bu gün də Orxan qardaşımız 50.000 pul lazımdır. Qaraciyəri dəyişilməlidir. Ki, az yaşlı balası var. Allah onun evladına görə bağışlasın. Biz özümüzə borc bildik, təmənnasız belə ailələrin yanında olaq deyirik. Mükafatını da Allahdan istəyirik. Heç kimdən 1 manat götürmür. Bəzi şərəfsizlər kimi xəstəni, imkansızı biz ticarət vasitəsilə pul qazanırıq. Etdiyimiz işlər Allaha xatir. Bəli, bizdən inciyirlər də. Məsəl üçün bir yerdə gecə saat 1-ə 2-yə kimi otururuq. Ancaq gələn dəfə gələ bilməyəndə bizi həmən inciyirlər, həm də istədiyi söz deyirlər. Vallahi elə şey yoxdur. Mən də çalışdığım qədər sizlərin yanında olmaq istəyirəm. Ancaq mənim də öz işlərim var. Bax, böyüklər mənə bağışlasın. Dünən mənim oğlum başda imtahan idi. Mən bir ata kimi onun yanında olmalıydım. Bax, mənim də öz işlərim var. Məndən niyə inciyirsiz ki? Mən orada 1 manat qazanc etmirəm, təmənna etmirəm. Əsas odur ki, gəlirəm, 1 manat da yığsam, yenə də ən azından onun sağ ol sözü var. Sağ ol da demə söz, heç olmasa incimiyim. Və bir daha Allah sizi var eləsin. Kimlər dəstək oldular, kimlər ekran bəyəndilər. Bax, bizim həmişə Ramin Əsgərov yanımızdadır, canlımızdadır, təşəkkürümüzü bildirir. Yaşar qardaşımız qoşuldu, sabah gəlib dəstək olacaq. Kimlər qoşuldu? Qazaxıstandan Ceyhun qardaşımız qoşuldu. Kimlər qoşuldu, təşəkkürümüzü bildirir. Bir daha sən də öz sözü deyil, bizə sağ ol. Sağ ol, sən əziyyət çəkdiyini bildirir. Yox, əziyyət yox. Allah canını sağ eləsin. Mənə dəstək olanlar hamısına sağ ol deyirəm. Allah köməklər olsun. Həqiqətən çox dəstək olar mənə, sağ ol. Rayon cəmaatı, dostlar, tanışlar, tanıyanlar, tanımayanlar, qonşular, qohumlar, hamısı mənə dəstək olurlar. Allah canlarını sağ eləsin, sağ olun, var olun.